Gəlib çıxmışıq, bu Aşura davam eləyir. Amma çox təəssüf olsun ki, çoxları bu Aşurada Yezid tərəfdədirlər. Çoxları bu günün Aşurasında Yezidlə əlbirdirlər. Özdə bilirsiniz, hansı çoxlarını deyirəm mən? Ya Hüseyn deyən çoxlarını deyirəm mən. İmam Hüseynə sinə vuran çoxlarını deyirəm mən. İmam Hüseynə qara geyinən çoxlarını deyirəm ki, İmam Hüseynə qara geyinirlər, İmam Hüseynə sinə vururlar, İmam Hüseyni ziyarət eləyirlər, Kərbəlaya gedirlər. Amma bugün Yezidin tərəfindədirlər, zəmanənin Yezidinin tərəfindədirlər. Necə mahiyyət etibarı ilə hər yer Kərbəladır, hər gün Aşuradır, mahiyyət etibarı ilə bugün İmam Hüseyn ağa da var, Yezid də var. Bugünün İmam Hüseyn əleyhissalamı, bugünün zəmanənin İmam Hüseyn əleyhissalamı vəli-i fəqihdir, rəhbər müəzzəmdir, Ayətullah Seyyid Əli Xameneidir, həfəzəhullah Teala. Və bugünün Yezidi o zalimların başçılarıdır ki, başlarında Trump'dir, Netanyahu'dur və sair ilaxır və bunlara bağlı olan bütün sastavlarına lənət olsun bunların. Mahiyyət etibarıyla bunlar bugünün Yezidləridirlər.